Dərs oxumağa həvəsim yoxdur, heç bir şey eləmək istəmirəm. Bu tip bir sual ünvanlanıb mənə və mən də bu suala cavab vermək istəyirdim. Bu tip hallar məndə də çox baş verir, xüsusən də 10-cu, 11-ci siniflərdə. Hətta onu deyə bilərəm ki, hər imtahandan əvvəl, təqribən 2 həftə falan əvvəl bu tip hallar daha çox rast gəlinirdi. Bu hallarda mən nə edirdim? Deməli, əvvəlcə dərsi saxlayırdım, çünki bir otaqda olurdum, yalnız olurdum və orada davamlı dərslə məşğul olmaq insanı bir nöqtədən sonra sıxır və həvəsin aşağı salır. Mən dərsi saxlayırdım, yarım saatlığına belə olsa, 1 saatlığına belə olsa özümə vaxt ayırırdım. Otaqdan çıxırdım, çöldə gəzirdim, valideynlərimlə, ailəmlə otururdum, söhbət edirdim, çay içirdim və biraz özümə gəlib enerji toplayıb təzədən qayıdırdım otağa. Və otaqda dərs zamanı həvəsim azalanda, motivasiyam düşəndə öz-özümə fikirləşib və deyirdim ki, qarşımdakı insanın və yaxud da tələbə yoldaşımın, qrup yoldaşımın, abituriyent yoldaşımın məndən nə artığı var ki, o məndən hədəfini daha yüksək qoyub, istəkləri daha yüksəkdir, hədəflədiyi bal daha yüksəkdir, istədiyi universitet daha yaxşıdır. Və mən belə fikirləşirdim. Yəni, mənim ümumiyyətlə hər zaman dərsə başlayanda və yaxud da hazırlığa gedəndə, müəllimə qulaq asanda, özüm dərs eləyəndə, motivasiyam düşəndə öz-özümə fikirləşirdim ki, məsələn, deyirdim ki, müəlliməm oxuyub bura gəlibsə, mən niyə oxuyub istədiyim yerə getməyim? Yəni düşünürdüm ki, bu beyin insanların hər birində var. Yəni mən niyə bunu istifadə edib irəli getməyim? Hətta fikirləşirdim ki, yəni belə deyək də, dostum, qrup yoldaşım, sinif yoldaşım, olsun hər hansı bir məşğələ yoldaşım. Qarşısında hədəf var, yüksək bal yığmaq istəyir, yaxşı universitetə qəbul olmaq istəyir və düşünürdüm, o bunu istəyir. Mənim ondan əksiyim nədir? Onun artığı nədir? İkimiz də bərabərik və mən də hazırlaşıb daha yaxşısını eləyə bilərəm. Heç vaxt unutmayın ki, həmişə bu mənim mottom olub, necə deyim, yəni öz-özümə daim deyirəm bunu. Qarşımdakı insan bunu bacarıbsa, yəni daha yaxşısını bacarıbsa, mən ondan da daha yaxşısını bacararam. Mən də edə bilərəm. Mən niyə etməyim ki? Yəni unutmayın, əgər motivasiyanız düşəndə, dərs eləmək istəməyəndə, heç bir şey həvəsiniz olmayanda bir anlıq durub fikirləşin. Mən özümü 2 il sonra harda görürəm? 5 il sonra harda görürəm? Hansı universitetdə görürəm? Harda oxuyuram? Hansı peşəni oxuyuram? Gələcəyinizi fikirləşin. Yəni mənə bunu çox deyilirdi ki, yəni belə elə gələcəyini düşün, karyeranı düşün və mən də bəzən oturub fikirləşirdim. Mən özümü 5 il sonra harda görmək istəyirəm. Bunun üçün də indidən o addımları atmaq lazımdır. İndi siz o həmin addımları atmasanız, motivasiyanızı düşürsəniz, gələcək qapılar sizin özünüzə açılmayacaq. O qapını açmaq da sizin öz əlinizdədir. O açar sizdədir. Sadəcə onu vaxtı gələndə qapıya taxıb o qapını açmaq lazımdır. O qapıya yaxınlaşmaq üçün isə o pilləkənləri bir-bir addımlamaq lazımdır. Və motivasiyanızı düşürməmək üçün də daim fikirləşin. O pilləkənləri qalxan. Məndən artığı nədir onu qalxır? Mənim də ayağım var, mən də qalxa bilərəm. Yəni unutmayın. Siz də bacararsınız. Sizin nəyinizə əskidir? Bu qədər. Hələlik çox sağ olun.